Doğru telefonu səni. Mənimki də sən yanında bir Əziz dostlar, mən də bu günləri öz kitablarımı bir yazar olaraq öz kitablarımı gətirmişəm. Demək, yeni bir kitabım işıq üzü görüb. Mən də bu vətənin bir əskəriyəm adında kitabım işıq üzü görüb. Həmən kitabda da mən Ağa Mirzə balamıza aid şeir həsr eləmişəm. Bir də bu kitabı da, yəni bu romandır. Bu romanı da mən Ağvay müəllimə hədiyyə eləyəcəm. Çünki bu romanda da xeyriyyəçinin hərbiçilərə vaxtı ilə, yəni ki 92-də olan müharibələrdə bu xeyriyyəçi müharibə zamanı əskərlərimizə kömək edib, onlara yəni ki ərzaqlar aparıb, yəni ki belə. Bir də elə Ağa Mirzə balamızın da bu kitabdan da vermişdim deyirsə sizə, bilmirəm, dedim yəni birdən olmaz. Qalx ayağa, ulu torpa şəhid gəlir adında. Yəni ki dolur. Yoxdur məndə. Hə, bu kitabı da mən Ağabey müəllimə hədiyyə edirəm kitabları. Buyurun Gülmaya xanım. Yazan əlləriniz, düşmən beyniniz həmişə var olasınız. Şair qəlbiniz həmişə gözəl günlərdə yazarsınız. Sağ olun. Var olun ki, belə bir evlad böyütmüsünüz. Sizin kimi valideynlərlə biz fəxr edirik, qürur duyuruq. Mənim atam da, mənim qardaşım da şəhiddir. Mən həmişə bu xoş sözləri biz Azərbaycan xalqından eşitmişik. Onlar həmişə mənim atama, anama xoş sözlər deyiblər ki, məsələn, mənim də atam, mən də qardaşım kəşfiyyatçı olub, Füzuli rayonunun Böyük Bəhmənli kəndində kəşfiyyatçı olub. İnşallah bu kitabın da istəyirəm ki, həm bu kitabın, həm də ki, torpağa dönmüsən, vətənləşmisən, qardaşıma həsr etdiyim kitabı, inşallah mənim qardaşımın şəhid olduğu yurtda biz orada təqdimatını keçirəcəyik, sizləri də dəvət edəcəm inşallah, Allah qoysa. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri eşit olsun, cənnət olsun və şairlər ocağı olaraq həmişə bu bizim ən, belə deyək, ən birinci, yəni ki, həmişə ağlımızda, məsələn, belə fikrimizdə şəhid evlərinə getmək, onları ziyarət etmək, valideynlərlə görüşmək bizim birinci planımızdır, yəni ki, birinci işimizdir. Və başqa təqdimatlarımız da olur. Allah sizlərə can sağlığı versin, uzun ömür versin, ömrünüz uzun olsun. Bütün balalara, şəhid balalarımıza Allah rəhmət eləsin, yerlər beşli olsun.